Qızlar, sizin də evdə işiniz çoxdur, amma yorğun hiss edirsiniz özünüzü, ərinirsiniz iş görməyə. Gəlin planlı şəkildə iş görək. Hər gün 2-3 yeri 15 dəqiqə müddətinə vaxt qoyub təmizləsəz, inanın ki, həm işiniz qalmayacaq, həm özünüz rahat olacaqsınız. Mən bugün mətbəx daxılımın bir hissəsini təmizləməyə qərarı aldım. Belə olan halda həm gündəlik işimi görə bilirəm, həm də daxıllarım, ümumi dolablarımın da içi səliqəli və təmiz olur. Bugün sizə gündəlik istifadə etdiyim qaşıq, çəngəl, bıçaqlarımın təmizliyini göstərəcəm ki, mən həftədə 10 gündə bir dəfə bildiyimiz kimi onsuz hər istifadədən sonra bunlar yuyulur, silinir, yerinə yığılsa da zaman keçdikcə artıq parıltısında problem olduğuna görə mən 10 gündə, həftədə bir dəfə onların parıltısı üçün yenidən təmizləyirəm və parıldadıram və səliqəli şəkildə bu formada daimi qalmağı üçün çalışıram. Yer baxımından dolablarım, daxıllarımın içərisi biraz qarışıq görünsə də, tezliklə sizə də göstərəcəyim bir dəyişiklik olacaq ki, həmin vaxtı mən çox rahatlanacam və daxıllarım, dolablarımın içərisi də çox rahat olacaq, geniş olacaq. İnşallah elə siz də indi oturmadan, vaxt itirmədən, ərinmədən hər gün özünüzə planlı şəkildə təmizləmə planı qurun və həqiqətən də görəcəksiniz ki, evinizdə elə bir daxıl dolab yoxdur ki, onun təmizləməyə ehtiyac olsun. Növbəti hansı dolab, hansı daxıl təmizlənəcək görmək istəyirsiniz? Növbəti videomu görmək istəyirsinizsə kanalıma abunə olmağı, rəy yazmağı, bəyənməyi unutmayaq.